Paytaxtın Nizami və Sabunçu rayonlarının kəsişməsində yerləşən Elşən Süleymanov küçəsində təhlükəli vəziyyət yaranıb. Patrulaz redaksiyasına daxil olan məlumata görə, son günlər ölkə ərazisində müşahidə olunan aramsız yağışlar sözü gedən ərazidə ciddi fəsadlara səbəb olub. Paytaxtda yağan aramsız yağışlar Nizami rayonu və Sabunçu rayonunun kəsişməsində, yəni Elşən Süleymanov küçəsində fəsadsız ötüşməyib. Məndən arxada gördüyünüz kimi baxın, insanların sıx yaşadığı bir ərazidə torpaq sürüşməsi baş verib. Belə ki, qeyd etmək istərdim ki, torpaq sürüşməsi daha da aşağı və evlərin üzərinə uça bilərdi. Gördüyünüz kimi, bax, bu ağac kötükləri sürüşmənin tam olaraq qarşısını almağa müvəffəq olub. Qeyd edək ki, bu kötüklər, ağaclar burada olmasaydı, bu sürüşmə hər hansısa bir fəsad törədə bilərdi. Yağış sularının torpağı yuması nəticəsində torpaq sürüşməsi baş verib. Daxil olan məlumat əsasında əməkdaşlarımız əraziyə yollanaraq çəkiliş ediblər. Müşahidələr zamanı torpaq qatının ciddi şəkildə sürüşdüyü və bəzi yaşayış evlərinin uçma təhlükəsi ilə üz-üzə qaldığı aydın şəkildə görünür. Qeyd olunur ki, mövcud vəziyyət sakinlərin həyatı üçün real risk yaradır. Məsələ ilə bağlı aidiyyatı qurumların, xüsusilə Fövqəladə Hallar Nazirliyinin dərhal əraziyə baxış keçirməsi və zəruri tədbirlər görməsi vacib hesab olunur. Əks halda baş verə biləcək bədbəxt hadisələrin qarşısını almaq mümkün olmaya bilər. Günay Salayeva, Aslan Nadiroğlu, Patrul, AS.